Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Aysellə bir müddətdir küsülüdür. Axşam.az xəbər verir ki, Aysel Günə Uğurla proqramına gələrək aktrisa ilə barışmaq istədiyini deyib. Mehriban Xanlarova və Aysel canlı yayımda üz-üzə gəliblər. Bacıma hörmət onu qəyyumluğa da götürmədim. Bacım rəhmətə getdi. 3 yaşından onu böyütdüm. Ona demədim, xalayam, bibiyəm. İndi onun 6 övladına anayam deyə Xanlarova bildirib. Aysel isə yaxşı ki anamdır. O mənim xalam yox, anamdır. Heç bir xala belə etməz. Yaxşı ki, başımızın üstündəsən, ondan üzr istəyirəm deyərək aktrisaya barışıq əl uzadıb. Qeyd edək ki, Mehriban Xanlarova Ayseldən rəsmi imtina etdiyini açıqlamışdı. O bildirib ki, 35 ildir analıq etdiyi bacısı qızını bağışlamayacaq. Mehriban Xanlarova bir gün gəlib deyir ki, sən nənə yox, nənəliksən. Uşaqlara deyib ki, anam da, xalam da deyil, Mehribandır. 19 yaşından gedib, məsuliyyətini o ev daşıyır. İmkanım olsa, hətta anamı götürüb buralardan çıxıb gedərəm. Ölsəm, ölümümün üstünə gəlməsin. 35 ildir. Nənəlik sözünə ayıldım, qız güldü və dedi ki, nənənə, nənəlik deyə səbəblə bağlı açıqlamasında söyləmişdi.